29 aprel 2025-ci il tarixində Bərdə rayonunun Yenidaş kəndində 1-ci Qarabağ müharibəsinin iştirakçısı olan və 1995-ci ildə Ağdam cəbhəsində düşmənin bastırdığı mina partlayışı nəticəsində şəhadətə yüksələn Məhərrəm Ənvəroğlu Əliyevin anadan olmasının 60 illik yubileyi qeyd olunub. Tədbir iştirakçıları toplantıdan öncə Yenidaş kənd şəhidlər abidəsini ziyarət edib, abidə önünə əklil və gül dəstələri düzərək şəhidlərimizə olan ehtiramlarını göstəriblər. Daha sonra tədbir kəndin mərkəzindəki məkanda təşkil olunan çay masası ətrafında davam edib. Qarabağ qazisi, şəhid qardaşı Rizvan Qasımovun və şəhidin ailə üzvlərinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə Bərdə Cümə məscidinin axundu Hacı Ramazan, Bərdə rayonundan olan Qarabağ qaziləri, veteranlar, Şəhid Ailələri İctimai Birliyinin sədri Etibar Hüseynova, Qarabağ Qaziləri Birliyinin Bərdə rayon şöbəsinin sədri Sürəddin Səfərov, Bərdə rayon Qadınlar Şurasının sədri Səfurə Mirzəyeva, Qərbi Azərbaycan İcması, Basarkeçər rayon İcma sədrinin müavini, Daşkənd kənd İcma sədri, eyni zamanda Qərbi Azərbaycan İcmasının Bərdə rayon nümayəndəsi Fəzair Piriyev, şəhid Elməddin Hüseynzadənin anası Arzu Hüseynzadə və bir çox şəhidlərin ailə üzvləri, 5-ci Bərdə taborunun sabiq komandiri Gəray Əsədov və silahdaşları, o cümlədən gənc şairi Arzu Yaqub qızı, Şəhidlər Ölməz YouTube səhifəsinin rəhbəri Gülbəniz Abdullayeva, Yasif Kərimov adına Yenidaş kənd Orta Məktəbinin direktoru Elşən Hacıyev və məktəbin şagirdləri, Ziyafət Balıyev adına Yenidaş kənd Folklor evinin kollektivi, kənd ziyalıları Zakir Kərimov, Məhərrəm Əliyev, Yaqub Qocamanov, o cümlədən kənd cəmaatı iştirak edib. Tədbirin aparıcısı, Qarabağ müharibəsi veteranı, şair Akşin Hacızadə tədbir iştirakçılarını salamlayaraq şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə təklif etdi. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbirin aparıcısı Akşin Hacızadə, şəhid Məhərrəm Əliyevin həyat və döyüş yolu haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şəhidin qardaşı Qəmbər Əliyev, bacısı Səlfinaz Kərimova, şəhidin həyat yoldaşı Flora Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılara öz təşəkkürlərini çatdırıblar. Bərdə Cümə məscidinin axundu Hacı Ramazan Yenidaş kənd cəmaatının vətənpərvərliyindən söz açaraq bu kəndin 24 şəhidinin olmasını sözlərinə təsdiq olaraq vurğuladı. Axund şəhidlərin əziz xatirəsinə dualar oxuyaraq ruhlarına rəhmət dilədi. Tədbirdə çıxış edənlər şəhidlərimiz və qələbəmizlə bağlı dəyərli fikirlər səsləndirdilər. Tədbir əsnasında məktəb şagirdlərinin hazırladığı kompozisiya dinlənildi. Məktəblilər Qarabağ Qaziləri Birliyi tərəfindən şəhid Məhərrəm Əliyevin anadan olmasının 60 illik münasibəti ilə fəxri fərmanlarla təltif olundular. Tədbir vətənə, dövlətə, şəhidlərə böyük sevgi və hörmət etirafları ilə yekunlaşıb. Gülbəniz Abdullayeva, Kamal İspəndiyarov, Elgiz Mahmudov, Bərdə.